Moskvadan Qarabağla bağlı daha bir açıqlama gəlib. Moskva Bakıya Qarabağ mövzusunun Vladimir Putinlə Nikol Paşinyanın Moskva görüşündə gündəmə gətirilməsi ilə bağlı etirazlar cavabını diplomatik kanallarla təqdim edəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zakharova deyib. Zakharova qeyd edib ki, Moskva cavabı rəsmi qaydada diplomatik kanallar vasitəsilə Bakıya çatdıracaq. O həmçinin qeyd edib ki, Rusiya və onun lideri Vladimir Putin Qarabağ münaqişəsinin nizamlanmasında açar rol oynayıb. O bildirib ki, Moskva hələ 1990-cı illərdən bu həssas məsələnin həlli üçün şərait yaratmağa çalışıb. İranın paytaxtı Tehrana hava hücumu həyata keçirilib. Məlumata görə Tehranda hava hücumundan müdafiə sistemləri işə düşüb. Hava hücumundan müdafiə sistemlərinin səsləri Tehranın mərkəzi və qərb rayonlarında eşidilib. Sistemin işə düşməsinin səbəbi açıqlanmayıb. Mehr Agentliyi də 12 saatlıq atəşkəs rejiminin pozulduğunu, Tehran və Kərəcə hava zərbələri endirildiyini qeyd edib. Bundan əlavə İsfahan və Əhvaz üzərində də qırıcı təyyarələrin uçuşlar həyata keçirdiyi qeyd edilib. Amerika ilə gələcək sülh sazişi üçün əsas götürülən planın 10 bəndindən 3-ü pozulub. Bu barədə İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibov deyib. Pakistanın baş naziri Şahbaz Şərif də bu öhdəliyi birbaşa qeyd edib və bildirib ki, Livan və digərləri daxil olmaqla bütün regionlarda təcili atəşkəs dərhal başlamalıdır. İkinci pozuntu Lar şəhərində məhv edilmiş PUA'nın İranın hava məkanına daxil olmasıdır. İran Ağ Evin bəyanatlarının əksinə olaraq Tehranın təklif etdiyi plana daxil olunmuş uranın zənginləşdirilməsi hüququndan imtina etməyib. Beləliklə, danışıqlar üçün əsasın özü hələ onlar başlamazdan əvvəl açıq şəkildə pozulub. Belə bir vəziyyətdə iki tərəfli atəşkəs və ya danışıqlar məqsədə uyğun deyil. İran Küveytdəki 3 elektrik stansiyasına və duzsuzlaşdırma zavoduna hücum etmək üçün dronlardan istifadə edib. Səlahiyyətlər ciddi maddi ziyan olduğunu deyir. Küveyt Dövlət Xəbər Agentliyi qeyd edib ki, zərbələr ölkənin neft infrastrukturuna da zərbə vurub. Küveyt Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, Küveyt Neft Korporasiyası ilə əlaqəli bir neçə obyekt İran tərəfindən bir neçə saat davam edən intensiv və geniş miqyaslı hücumlara məruz qalıb. İran tükənməz potensiala malik Hörmüz boğazı adlı nüvə silahını sınaqdan keçirdi. Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib. O qeyd edib ki, Vaşinqton və Tehran arasında atəşkəsin necə inkişaf edəcəyi ilə bağlı heç bir aydınlıq yoxdur. Amma bir şey dəqiqdir. İran nüvə silahını sınaqdan keçirdi. Bu, Hörmüz boğazı adlanır. İsrailin Beyrut və digər şəhərləri bombalaması nəticəsində 254 vətəndaşın ölümü ilə əlaqədar 9 apreldə Livanda milli matəm elan edilib. Livan, Amerika və İran arasındakı 2 həftəlik atəşkəs razılaşmasına daxil edilməyib. Bu barədə Amerika prezidenti Donald Trump deyib. O, bunun ayrı bir toqquşma olduğunu vurğulayıb. Əgər Tehran Vaşinqtonla nüvə inkişafı da daxil olmaqla vicdanla danışıqlar aparsa, Amerika İrana bir çox şeylər təklif etməyə hazırdır. Bu barədə Amerikanın vitse-prezidenti James Vance deyib. Prezident Donald Trump həmçinin qeyd edib ki, biz İranın uranı nüvə silahı üçün uyğun səviyyəyə qədər zənginləşdirməsini istəmirik və İranın nüvə yanacağını təhvil verməsini istəyirik. Bunlar danışıqlarda bizim tələblərimiz olacaq, amma yenə də İranlıların nədən imtina etməyə hazır olduqlarını görəcəyik. Əgər onlar Amerika xalqının təhlükəsizliyi naminə uğurla danışıqlar aparmaq, istədiyimizi bizə vermək üçün vicdanla səy göstərsə, deməli, Tehran üçün də bir çox şey var. Ağ Evin mətbuat katibi Karolina Levit İranla danışıqlar üçün Amerikanın yeni bir şərt olduğunu açıqlayıb. Onun sözlərinə görə danışıqlar yalnız Hörmüz boğazı gəmiçiliyi üçün açıq qaldığı təqdirdə davam edəcək. İranın 10 maddəlik planı qəbul edilməzdir. Prezident Trump və onun komandası tərəfindən sözün əsl mənasında zibil qutusuna atılıb. Levit qeyd edib ki, Donald Trump və komandası Hörmüz boğazı heç bir məhdudiyyət və gecikmə olmadan açıq qaldığı müddətcə növbəti 2 həftə ərzində Tehranla razılığa gəlməyə diqqət yetirəcək.
Sepahın Hava Kosmik Qüvvələrinin komandanı briqada generalı Məcid Musəvi İsrailin Livanda Hizbullah hərəkatına qarşı həyata keçirdiyi hücumlarla bağlı açıqlama verib. General qeyd edib ki, Sepah bu hücumlara cavab tədbirləri üzərində işləyir və yaxın zamanda adekvat reaksiyanın verilməsi istisna olunmur. Onun sözlərinə görə Hizbullaha qarşı hər hansı hücum birbaşa İranın təhlükəsizliyinə yönələn addım kimi qiymətləndirilir. Musəvi vurğulayıb ki, regionda gərginliyin artması daha geniş qarşıdurma riskini yüksəldir və bu prosesin nəticələri təkcə bölgə ilə məhdudlaşmaya bilər. Livanda atəşkəslə İranın təqdim etdiyi sülh planına daxildir. Bu barədə İran prezidenti Məsud Pezeshkian deyib. O qeyd edib ki, İranın müharibənin dayandırılması üçün irəli sürdüyü 10 maddəli planın əsas şərtlərindən biri də məhz Livanda atəşkəs rejiminin tətbiq olunmasıdır. Onun sözlərinə görə regionda sabitliyin əldə olunması üçün bu kimi addımlar əhəmiyyət daşıyır.